Radio Akademiyasında mediada Azərbaycan dili mövzusunda təlimlərimiz davam edir. Təlimlər çərçivəsində bugün sərlövhə yaradıcılığı ilə bağlı mövzuya toxunacağıq. Mövzu ilə bağlı həmsöhbətim isə əməkdar jurnalist, APA Jurnalistika Məktəbinin rəhbəri Qabil Abbasoğludur. Qabil bəy, xoş gördük. Xoş gördük. Qabil bəy, mövzu ilə bağlı ilk sualım elə sərlövhənin yaranması ilə bağlı olacaq. Ümumiyyətlə, sərlövhədə motiv nə olmalıdır? Əvvəla mən Azərbaycan Televiziyasına və Radio Akademiyasına bu cür vacib mövzuda bu təlimləri təşkil etdiyinə görə minnətdaram. Oxuyurdum xəbərləri, indi özüm də şəxsən iştirak elədim, formatı da gördüm, auditoriyanı gördüm, çox yaxşı seçimdir və biz belə deyək ki, jurnalistika ilə bağlı həm peşəkarlıq standartları baxımından, həm də qanunvericiliyin belə tələblərinə aid olan bir məsələdir bu dövlət dili məsələsi. Biz bu məsələ ilə bağlı öz bildiklərimizi auditoriya ilə bölüşdük. Zənn eləyirəm ki, sərlövhə yaradıcılığı da mediada dilin istifadəsi ilə birbaşa bağlı məsələdir. Burada təkcə bədii üslub yaxud bədii yanaşma kifayət eləmir. Burada Azərbaycan dilinin imkanlarından istifadə olunmasından gedir söhbət. Azərbaycan, hətta məsələn, sərlövhə formalaşdırılan zaman orada durğu işarələrindən necə istifadə olunması barədə konkret tələblər var. Ən yaxşı sərlövhələrdə hansı durğu işarələrindən istifadə olunmalıdır? Biz indi gənclərlə bölüşdük bu məsələləri. Mən indi geniş danışmaq istəmirəm o vaxtı. Amma mənim şəxsən zənnimə görə və təkcə mənim yox, ən avtoritetli qurumlar var, jurnalistika sahəsini araşdıran, media platformalarını araşdıran, sosial şəbəkələri araşdıran avtoritet qurumlar var və onların gəldiyi nəticə budur ki, məhsulu satmağın, yəni media materialının özü də bir məhsul növüdür. Məhsulu satmağın ən yaxşı yolu onu yaxşı qablaşdırmaqdır. O qablaşdırma da bizim konkret halımızda sərlövhədir. Yaxşı sərlövhə gün ərzində belə bir tədqiqat var. İnsanlar gün ərzində 1300 ortalama xəbər görürlər, başlığı görürlər. Onun içərisindən 97-98%-ni dərhal atırlar qırağa. Yəni o 2% başlığın arasına düşmək həm peşəkarlıq tələb eləyir, həm də ki, bizim elə mövzumuza aid olan tərəfi var ki, yəni dilin imkanlarını o qədər geniş bilməlisən ki, o sərlövhələrdə ondan düzgün istifadə eləyə biləsən. Ümumiyyətlə, daha çox sərlövhə belə deyək, yaradıcılığında, sərlövhə yazılarında daha çox hansı səhvlərə rast gəlirsiniz? Birincisi, bu tək bizə xas olan səhvlər deyil. Bunlar ümumiyyətlə bütövlükdə jurnalistikanın problemləri. Ən böyük məsələ clickbaitlərdir. Yəni, yalan başlıq, məzmunu əks etdirməyən, məzmunla ziddiyyət təşkil edən başlıq və oxucunu aldadan başlıqlardır. Clickbait ümumiyyətlə jurnalistika üçün, mən bu ifadəyə görə üzr istəyirəm, amma jurnalistika üçün əxlaqdan kənar bir hərəkətdir. Çünki jurnalistika sayılı peşələrdəndir ki, burada etika kodeksi deyilən bir şey var. Biz peşəyə başlayanda və bu işlə məşğul olanda belə müəyyən mənada həm də and içmiş oluruq kodeksi qəbul eləməklə. Clickbaitdən istifadə eləmək o andı pozmaqdır. O əxlaq kodeksindən kənara çıxmaqdır. Bu, başqa tərəfdə işin mənəvi və peşəkar tərəfləri bir qırağa qalsın, hətta biznes baxımından da zərərli haldır clickbait. Çünki oxucuda inam və etimad bir dəfə sarsılırsa, sonra getdikcə azalan xətt üzrə davam edir. Mən arzu eləyirəm və təlim eləyəndə, təlim keçəndə auditoriyada tövsiyələrimi verdim ki, clickbaitdən nəinki mümkün qədər bilmərrə və ümumiyyətlə qaçmaq lazımdır. Belə şeylərdən qaçmaq lazımdır. Və Azərbaycan mediasında da əslində sərlövhələrdə yol verilən səhvlərin demək olar ki, hamısı elə clickbait xarakterli səhvlərdir. Yəni, başqa belə bir son oxuyub yadınızda saxladığınız hansısa bir elə başlıq varmı? Əlbəttə var, demək istəmirəm. Çünki konkret media qurumuna işarə eləmiş olacağım. Demək istəmirəm və bayaq dediyim kimi, bu bizim bütövlükdə hamımıza xas olan. Biz Azərbaycanda ayrı kütləvi informasiya vasitələrini ayrı bir vahid olaraq götürmürük. Mən məsələn elə götürmürəm.
Mən bütövlükdə Azərbaycan mediasını bir vahid olaraq götürürəm. Səhv bu vahidin hansı hissəsində baş veribsə, o önəmli deyil. Önəmli olan bizim media olaraq bütövlükdə məsələlərə prinsipial yanaşmamızdır. Yəni bu TV-də işləyən redaktor o səhvəyə yol verib, amma mən yol vermirəm. Belə deyil. Biz hamımız bütövlükdə razılaşmalıyıq. Şifahi qeyri belə deyək ki, fiziki olaraq mı görüşməliyik, ya şifahi əlaqə saxlamalıyıq və razılaşmalıyıq ki, biz prinsip olaraq bundan imtina edirik. Başlıqlarla oynamaqdan, oxucunu aldatmaqdan, məzmunu əks etdirməyən başlıqlardan istifadə eləməkdən kənar qaçmalıyıq. Və bütövlükdə medianın problemi də ona görə ayrı bir nümunəni burada səsləndirməyə açıq mənasız hesab edirəm. Çünki işə xeyri olmayacaq onun. Amma belə deyək də, bu sensasiya xətrinə şişirdilmiş başlıqlardan kənar belə bir başlıqlarda rast gəlirik ki, bu da Azərbaycan dilinin belə düşünürəm ki, Azərbaycan dilinə həqiqətən mənfi bir zərbədir. Bizdə tıxac sözü alternativi olduğu halda çox vaxt başlıqlarda dırnaq içində probka, yanacaq doldurma məntəqəsinin yerinə zapravka kimi başlıqları görmüş oluruq. Bunun mediaya təsiri nə dərəcədə? Necə düşünürsünüz? Bunun təkcə mediaya təsiri yoxdur. Bunun həm də bütövlükdə cəmiyyətə təsiri var. Həm də bizim gələcəyimizə təsiri var. Məsələ nədir? Biz bir anlıq elə bil unuduruq ki, dilin önündə getməliyik. Kültürün önündə getməliyik. Ona yön verməyə çalışmalıyıq gücümüz çatan qədər. Onu unuduruq və düşürük dilin və kültürün arxasınca. Dildə qalmış arxaizmlər, kənar dillərdən gəlmiş, lazımsız, hətta qarşılığı olan, hətta daha gözəl qarşılığı olan, daha rahat qarşılığı olan sözləri buraxıb, unudub, başlayırıq o ənənəvi və dildə olan, işləy olan sözlərə qaçmağa. Bu, əlbəttə ki, xətadır, peşəkar xətadır, buna yol vermək olmaz, dil xətasıdır bu. Qanunla da müəyyən sanksiyaları var, yəni KİV haqqında qanunla, yüngül də olsa müəyyən, belə deyək ki, qanun yol vermir ona. Etika kodeksi də yol vermir, amma ondan başqa ən mühüm məsələ mədəni və mənəvi məsələdir. Axı bizim öz dilimizi yaşatmaq, inkişaf elətdirmək kimi çox mühüm vəzifəmiz var. Yeri gəlmişkən deyim ki, mən kənar dillərdən gəlmə sözlərin əleyhinə deyiləm. Biz elə həyat inkişaf eləyir. Məsələn, süni intellekt gəlir, başqa texnoloji yeniliklər gəlir. Biz onlara ad qoymalıyıq. Ola bilər ki, məsələn, Azərbaycan dilində və Azərbaycan kültüründə, Azərbaycan şuurunda bu varlığın, bu yeni yaradılmış vasitənin adı yoxdur. Amma xarici dildə onu yaradan, belə deyək ki, dildə onun çox da yaxşı adı var, səliqəli. Biz onu qəbul eləməkdən çəkinməməliyik, qorxmamalıyıq. Sadəcə, məsələ nədir? Biz bu 70 illik işğal dövründə dilimizin üzərinə yüklənmiş bu ağır miras ki var, mənfi miras, ondan yavaş-yavaş təmizlənməliyik. Onun arxasına düşüb getməyi doğru hesab eləmirəm. O dediyiniz dırnaq arasında verilən sözlər qulağa rahat yatır deyə istifadə edirlər. Amma inanın ki, onun ömrü yoxdur, bir, hörməti də yoxdur, iki. Razıyam. Amma onu da vurğulayım ki, bu tip başlıqlara daha çox sosial media üzrə belə deyək, rastlaşıram mən. Necə düşünürsünüz? Sosial media başlıqlarının yazılı media, ənənəvi mediaya təsiri varmı hazırda? Sosial medianın bütövlükdə ənənəvi mediaya təsiri var. Əlbəttə var. Sosial şəbəkələr tamam başqa standartlar üzərində çalışır. Başqa alqoritmlə çalışır və onların bayaq dediyim o iki çərçivəsi yoxdur. Nə qanunvericilik, nə etik kodeks çərçivəsi yoxdur. İstənilən istifadəçi sosial mediada səhifə açıb kontent yarada bilər, paylaşa bilər, video kontentdən tutmuş yazılı mətnlərə qədər paylaşa bilər və biz bunun şahidiyik də heç bir standarta əməl eləmədən, hətta Azərbaycan dilini də çox yaxşı bilmədən, keyfiyyətsiz mətnlər olsa belə, biraz sensasiyon və biraz cəmiyyətin belə deyək ki, o yüngül maraq dairəsi axtaran adamların diqqətinə uyğun olan materiallar paylaşaraq tiraj da qazana bilərlər. Lakin bu Azərbaycan mediası anlayışına aid deyil. Azərbaycan mediasına aid olan Azərbaycan qanunvericilik çərçivəsində qeydiyyatdan keçmiş və etika kodeksini qəbul edərək fəaliyyət göstərən kütləvi informasiya vasitələridir. Bunlardır. Sosial media təkcə mediaya deyil, bizim həyatımızın bütün sahələrinə təsir eləyir. Bizim evdə uşaq tərbiyəsinə də təsir eləyir, bizim gənclərimizin hadisələrə baxışına da təsir eləyir. Hətta sizə deyim ki,
məsələn, vətənpərvərlik məsələlərinə də, milli mənəvi dəyərlər məsələlərinə də hamısına təsir eləyir. Mən sosial şəbəkələrin qətiyyən və sosial medianın əleyhinə deyiləm. Bu bir qlobal tendensiyadır, mega tendensiyadır. Onun qarşısını heç kim ala bilməz, heç lazım da deyil. Sadəcə nəyi demək istəyirəm? Media o qədər güclü olmalıdır. Medianın iqtisadi əsasları o qədər güclü olmalıdır, dayaqları yaxşı olmalıdır, sərbəstlik mümkün qədər olmalıdır ki, media o sosial şəbəkələrdə gedən və cəmiyyətimiz üçün zərərli olan təbliğatların qarşısını almağa özündə güc tapa bilsin və o təbliğatı aparmaq imkanları olsun. Təbii ki, amma hər bir jurnalist istər ki, yazdığı yazı daha çox oxunsun, daha çox baxılsın. Təəssüf hissi ilə bildirirəm ki, hazırda sosial media müəyyən qədər ənənəvi medianı ötüb keçibdir. Amma bir jurnalist ümumiyyətlə kreativlik arasında və dil qaydaları arasında bu zaman balansı necə qorumalıdır? Tamamilə mümkündür ki, heç birinin tələbini pozmadan mətin yaradasan, yaxud başlıq yaradasan. Tamamilə mümkündür. Heç kimsə deməsin ki, mən deməli, kreativliklə dilin təmizliyi arasında seçim qarşısında qaldım. Belə bir seçim yoxdur. Azərbaycan dilinin imkanları çox genişdir. Biz bu dili bilməyən insanlar ki var, onların bəhanəsidir ki, bizim dilimizdə bunun qarşılığı yoxdur deyə mən məcbur belə istifadə elədim. Azərbaycan dilinin kifayət qədər geniş imkanları var, çox yaxşı ifadə imkanlarımız var və yetər ki, dili yaxşı bilsinlər, o dilin zəminində, əsasında çox yaxşı sərlövhələr yarada bilərlər, yaxşı mətnlər yarada bilərlər, yaxşı kreativ postlar yarada bilərlər sosial şəbəkələrdə. Dili sadəcə bilmək lazımdır, öyrənmək lazımdır Azərbaycan dilini. Biz indi məsələn, mən mümkün qədər Azərbaycan dilinin tələblərinə əməl eləməyə çalışıram və məncə çalışıram ki, yəni məncə bu alınır, təmiz Azərbaycanca başlıqlar yaratmaq mənim həm şəxsi, belə deyək ki, o peşə tələbindən irəliləyir, həm də şəxsi hobbimdir. Mən başlıq yaratmaq marağında olan adamım. Mən Azərbaycan dilinin istisna olaraq ancaq Azərbaycan dilində yaradılan başlıqları və belə deyək ki, təvəzzükarlıqdan uzaq olmasın, yaxşı reaksiyalar da var. Yəni, hər halda bilənlər bilir ki, sərlövhə məsələlərini necə həll edirik biz. Bunlar bəhanədir. Dilin imkanlarını bilməyən, ondan yaxşı istifadə edə bilməyən adamlar bəhanə eləyirlər ki, bizdə yox idi, kreativlik üçün başqa dildən istifadə elədim, başqa sözlərdən istifadə elədim. Sosial media ilə yazılı medianı müqayisə etdik. Bəs televiziya dilində necə? Televiziya taytıllarında istəyərdim başlıqlar barədə danışaq. Nələrə diqqət olunmalıdır? Standartlar və tələblər eynidir. Mən peşəkar televiziyaçı deyiləm, amma tamaşaçıyam. Yaxşı tamaşaçıyam. Standartlar da hamı üçün eynidir. Yazılı media üçün də, görsəl media üçün də hamı üçün eynidir. Dilin tələblərinə əməl olunması, sərlövhələrin yaradılması, taytılların qoyulması, subtitrlərə qədər hər şey yaradılması. Bunlar hamısına qoyulan dilin tələbləri eynidir. Peşəkarlıq tələbləri də eynidir. Biri belə görsəl qaydada, vizual qaydada onu nümayiş elətdirir, biri yazılı şəkildə. Amma texniki baxımdan müəyyən fərqlər ola bilər təbii ki. Texniki baxımdan. Burada nədən gedir söhbət? Biz yazaraq təqdim eləyirik. Məsələn, televiziyada bir dənə texniki baxımdan fərq var ki, danışır. Yəni, səsli təqdimatda, orada yazılı deyil. Səsli təqdimatda söhbət dil bilgisindən, sözlərin bilgisindən bərabər, həm də ifadə məsələsindən gedir. Məsələn, təlimdə mənə ən çox verilən, sonda verilən suallardan biri o idi ki, Azərbaycan dilində onun aya keçməsi qaydası varmı? Məsələn, aparıcılarımızın çoxu niyə noyabr deyirdi? Oktyabr deyir. Hə, niyə deyirlər? Belə bir qayda yoxdur. Mən izah elədim ki, Azərbaycan dilində yoxdur. Bu da həmin o dediyimiz o ağır mirasdan qalmış şeydir. Belə bir qayda rus dilində var. O aya keçir və oradan o qalma mirasdır. Bizim də danışıq dilində qalıb və indi də istifadə edirik. Ona görə televiziya mümkün qədər ifadə, mən nitq məsələsinə qarışmıram, nitq qaydaları məsələsini demirəm. Azərbaycan dilində ifadə elədikləri sözlərin ifadəsinə diqqət yetirməlidirlər. Ki, dilin təmizliyini qorumağın həm də üsulu odur. Çünki oxuma imkanı olmayan adamlar da oradan eşidirlər onu. Söz eşidiləndə də görməklə deyil, həm də qulaqla yadda qalır. Və aparıcılarımız da, diktorlarımız da indi bizim təcrübəli. Azərbaycan televiziya məktəbinin belə deyək ki, binası burada qoyulub Azərbaycan televiziyasında və buradan peşəkar diktorlar, aparıcılar olub həmişə. Onlar da nəzərə almalıdırlar, digər televiziyalarda nəzərə almalıdırlar ki, burada təkcə yazını yazmaqdan, durğu şərhlərini qoymaqdan getmir. Burada həm də səsləndirilir deyə ifadə tərzinə fikir vermək lazım. Qabil bəy, o zaman
televiziya, yazılı media və sosial mediada ümumiyyətlə başlıqlar hansı üslubda izləyicilər tərəfindən, oxucular tərəfindən daha yaxşı qarşılanır? Üslub əlbəttə çağırış, həyəcan, emosiya yaradan, sual verən, statistika, rəqəm təqdim edən belə başlıqlar var. Və bir də oxucunun və yaxud tamaşaçının, istifadəçinin yaddaşına xitab edən sərlövhələr. Hər bir insanın beynindəki o, belə deyək ki, sahib olduğu, mənimsədiyi data var, hazır data var. Məlumatlar toplusu var. Yeni başlıq, televiziyada, saytda, sosial şəbəkədə fərqi yoxdur. Rast gəldiyi yeni başlıq o dataya xitab eləyəndə, onu yadına salanda insanda emosiya yaradır. Mənfi, müsbət fərqi yoxdur. Emosiya yaradır və diqqət yaradır onda o başlığa qarşı. Bu kifayət eləyir ki, başlığı klik eləyəsən, oxudasan ki, redaksiyanın da bundan artıq bir umacağı yoxdur oxucudan. İstədiyi budur ki, klik elə, gir, oxu. Məzmununa arxain olan redaksiyalar arxaindir ki, bu məzmunu oxuyacaq, saytımda çox qalacaq və növbəti dəfə yenə gələcək. Məzmuna arxain olmayanda onda görür ki, müvəqqəti də olsa, heç olmasa bir klik aldım. Amma bu davamlı proses deyil. Ona görə sərlövhə yaradarkən qarşındakı insanın yerinə qoymalısan özünü. Oxucunun və istifadəçinin yerinə qoymalısan özünü. Məsələn, clickbait-dən danışanda mən təlimdə də dedim gənclərə. Dedim ki, başlığı qoyarkən birinci növbədə onu oxucu kimi özünüz oxuyun. Əgər sizdə bu saxta başlığı oxşadı, təəssüratı yarandısa, başlığı dərhal silin. Çünki siz də oxucusunuz, siz də insansınız həm də və sizin şuurunuzda gedən proses oxucunun da şuurunda gedir. Eyni reaksiyanı onda da yarada bilər. Ona görə o cür başlıqlardan istifadə olunmasın. Müsbət başlıqlar isə belədir. Oxudunsa, çox bəyəndinsə, səni nəyəsə, hansısa bir emosiya ifadə eləməyə vadar elədirsə, deməli oxucuda da yaradacaq eyni şeyi. Ona görə oxucunun yaddaşına, onun hisslərinə xitab eləmək başlığın ən vacib xüsusiyyətlərindən, tələblərindən biridir. Qabil bəy, təşəkkür edirəm sizə. Sizə təşəkkür. Bir daha xatırladıram ki, təlimlər çərçivəsində bugün sərlövhə yaradıcılığı mövzusuna toxunduq. Qonağımız isə əməkdar jurnalist, APA Jurnalistika Məktəbinin rəhbəri Qabil Abbasoğlu idi. Sağ olun.